2 mərtəbə 6 otaq plus 2 dənə də mətbəxi olan evimizin təqdimata gəlmişik. Həyətyanı arası 2 sotdan artıqdır. Qapı birbaşa məhəlləyə açılır. 3-4 maşın rahat daxil olur. Qazı var, işığı var, su artezan suyudur. Burada da kanalizasiya sistemi mərkəz kanalizasiya deyil, şambo sistemidir. Evin sağına, soluna, hər tərəfinə keçid var. 2 mərtəbədir. Fundament betondur. Adli nihayətində ehtiyac su çəni də qoyulub. Bax, evimizin bu tərəfindən də arxaya keçid var. Belə bir ev. Daxil oluruq evimizin daxili interyeri ilə tanışırıq. Daxil olduq belə bir koridor sistemidir. Kombisinə qədər hamısı var. Kombi qalır, mətbəx mebellər qalır. Evimizin birinci mərtəbəsi istif oldu. Bax, qonaq otağımızdır. Belə təmir, TV stentinə qədər hər bir şey var. Ölçü genişdir. Qonaq otağından da adlinin mətbəxə studiya forması yaradıblar. Kəmərləri görürsünüz, kəmərinə qədər hər bir şey var. Evimizdə fundamentli betondur, üstü də kəmərdir. Yəni onu da qeyd edirəm. Mərtəbə arası da kəmərdir. Buradan da keçirsən, solda bir sanitar qovşağı və bura qardirob kimi nəzərdə tutulub. Bir dənə də belə yataq otağımız. Qalxırıq, ikinci mərtəbə ilə tanış oluruq. Dostlar, ikinci mərtəbənin pilləkanı beton pilləkandır. Keçid elədik, koridor sistemidir. Sağda bir yataq mətbəximiz, mətbəx mebelləri qalır. Burada qonaq otağı. Gördüyünüz kimi ölçülər genişdir, yəni çox böyük evdir. Bu ikinci otaq. Yəni təmirinə söz yoxdur. 76 min manata bu ev jackpotdur. Sanitar qovşağı, tam təmir, ideal. Sanitar qovşağın yeri betondur, yəni onu qeyd edim. Və bu da digər otağımız. Aboy, lüstur, hər bir şey var, qalır. Kuxna mebellər qalır, kombi, radiator qalır. Qiymət 76 min, sayğacılar var. Tələsin dostlar.